Hamıya salam dostlar. Bugün mənimlə bərabər nəsə bişirəsiniz. Əslində YouTube'dan baxmışam resepti. Prosta video çəkəndə baxa bilməyəcəyim üçün yazdım. Burada dursun. Çox steril işləyirik də əlimiyim. Nə bişirəcəyimizə gələndə bişirəcəm. Pankek. Amma ki blincik kimi eləyəcəm. Yəni sən soruşmayın, bəlkə blincik kimi eləmədim. O an qərarıma baxın, hər şey hər an dəyişdirə bilərəm. Əcbər olmaz. İndi first of all 2 dənə yumurtamızı qırırıq içinə. O yumurtamız da kənd yumurtasıdır, qıpqırmızı. Mükəmməl. Əlimizi bir deyir. Harada görürsünüz, tapa bilərsiniz. Ona görə gəlin mən sizə nədəsə danışım. Bir çimlik duz olmadı axı da. Əlimizi yenə yoğuruq. Danışmağa da heç nə tapmadım. Nə danışa bilərik? Sizə yəqin çözüm haqqında heç bilgi verməmişəm, nə də vermək niyyətində yox. Arkadakı mənim uşaqlıq qətvəmdə. Böyle bir bilgi alın, nə yaparsınız? 2 yemək qaşığı. Yox, 3 yemək qaşığı. Nə bilim. Sadəcə video çəkmək istədim, ona görə video çəkəcəm. Bunu danışmaq üçün tapıram axı. Tuna nehri yıkmam diyor. Bakmam diyor. Baxın, məsələn, şeydən danışa bilərik. Mən şəxsən bu dövrdə yaşamaq istəməzdim. Dövrümüzü heç bəyənmirəm. Çünki nə bilim, öz başına alıp başalıp gedir. Ne bileyim, özümü bu dövrə ait hiss eləmirəm. Olan hadisələr belə fikirləşəndə falan filan 8-ci sinif uşağı falan hamilə qalır. Yəni, görün hansı dövrdəyik da. Ne bileyim, insanlar zaman anasının, bacısının, uşağının, atasının zaten baltı ilə doğrayır. Benim xalq artistimiz işçisinə balta pullayır. Bu nə dövrdür da yəni? Bu dövrdə yaşamaq nə deməkdir? Yəni, bir dənə söz var. Kaş belə 900 milyon il bundan əvvəl doğuluydım. O yanımda bu yanımda yarpaqla, əlimdə mızraqla mamut qovalıydım. Amma ki bu dövrə gəlib çıxmaydım da. Ki yaşamaq istədiyim dövrə gələndə mən məsəl üçün şeydə yaşamaq istəyərəm. 1920'lər yox. 1918'in şeyində Azərbaycanında yaşamaq istəyərəm. Girl. Müstəqilliyimizi elə qazanmışkən gedim orada da yaşayayım oturuq. Nəsə pis oldu. Gedim orada da yaşayayım. Müstəqilliyimiz qutarandan sonra. Nəsə tariximiz də bir sünnətərdir. Ümumiyyətlə tariximiz belə acı dolu olduğu üçün yəni 1900'lərdə yaşamaq istəməzdim. Yəni 1918'e çıxmaq şərti ilə. Başqa şeydə yaşamaq istəyərdim. Xanlıqlar dövründə yaşamaq istəyərdim. Amma o da çox uzun sürmür. Baxın, məsəl üçün xanlıqlar dövründə hansısa xanın qızı olmaq istəyərdim. Nə bilim, çox belə hisli gəlir də o dövrə başa düşsün. Biraz belə eləyəcəm, məcburum biraz.
Yəni o dövrlər insana çox belə isti gəlir, xoş gəlir. Bir stəkan süd qoymalıyıq aslında. Burada bizim südümüz yox, qatıq qoyacağam. Çürümüş süd qoysam nə olacaq? Bakteriyalarla şeylər. Süd qoysam nə olacaq? Onda da süddür. First of all, turşu idi. Əlim təmizdir. Birincisi turşu idi, ikincisi soyuq. Məsəl üçün Səfəvilər də, Səfəvilər şeyində doğulmaq istəyərdim, dövründə doğulmaq istəyərdim, çünki həqiqətən qəşəngcikdir. Elə deyirəm ki, elə vallahi haqqı gedib orada yaşamışam, bilirsən, axı qəşəngdir. Axı orada yaşamaq istəyərdim, məsəl üçün Şah İsmailin qızı olmaq istəyərdim, nə bilim, birinci Abbasdan çox mən ikinci Abbası daha çox sevirəm, çünki daha çox mədəniyyətə, incəsənətə önəm verib deyə. Onu daha çox sevirəm. Məsəl üçün, 3-cü Abbasın anası olub, onu aldadıb Nadiri 30 vurmaqlarına icazə verməzdiyim. Aha, nələr eləyir? Nadiri 30 vurmadılar. Nadiri 30 vurdular. Muğan qurultayında sizə. 1736. 1736 idi. 1736 olmalıdır. Səhv eləmirəmsə, mən tarixçi deyirəm, dostlar. Mən 4-cü qrup uşağıyam. Mən tarixi 9-a qədər oxumuşam. Nəysə. Olsa 10-cu sinifin təkrarda neolitdən başlayır şeyə də, yuxarı getməyə. Maraqlı dövrlərdə xoş. Başqa nədən danışım sizə? Məsəl üçün, Nadir Şahın xanımı da olmaq istəyirəm. 3-cü Abbasın anası olub Nadiri qoymazdım oturmağa. Amma ki, Nadirin arvad olmaz. Bilmiyorum, mən tipsiz şeydi. Amma ki, nə bilim, əgər 3-cü Abbasın anası olmasıydı, ola bilər. Nəysə, əşarları da mən xoşlayıram. Düzdür, İsmailin şeyinə son qoymağı Nadirlə biraz aramızda şeydir, çünki İsmail daha çox xoşlayır. Adam həm ədəbiyyatçı olub, həm dövlət qurub. Day nə deyim də? Tam idol. Un, vanil qabartma. Tam idol adamdır. Yəni, mən ondan daha nə istəyə bilərəm. İçinə düşürdü. Un, vanil qabartma. Un. Buradan. Bizim bir stəkan 2 yemək qaşığı un olacaq. Sonra, axırı məncə Azərbaycanın best dövrləri, Nadir, bir də ki, İsmailin olan dövrlərdir da. Birinci, Təhmasib haqqında heç nə demək istəmirəm, çünki heç nə yadım. Amma birinci Abbas da çox qəşəng idi. Məsəl üçün, onu da xanım olmaq istəyərdim. Sonra,
sonra nə bilim. Şeydə, məsəl üçün, deyəsən, ihanətə uğrayan elə Hacı Çələbi idi də, Hacı Çələbi xanı idi, Haran xanı idi, bilmirəm. Amma məsəl üçün, onun qızı olmaq istəyərdim. Qızılqaya xəyanəti idi də, deyəsən, səhv eləmirəmsə. Gedib o birisi xanları xilas eləyəndə. Baxın, onun qızı olmaq istəyərdim, məsəl üçün. Güclü xanların oğullarına ya da güclü xanların elə özlərinə şeydir, adı nədir, gedə bilərdi. Sənin mənim qurduğum xəyalı şey kimi də, ittifak kimi başa düşdünüz. Kesinlikle başqa bir art niyyət yoxdur. İttifak quracaqdım, mən dədəmə kömək. Başqa kimlə naşım? Vanilin zadını tökəcəm. Hədə nə olur? Manna zat çox yadımdadır, ona görə onlardan çox danışmaq istəməm, səhv məlumat vermək falan. O birisilərdən çox da məlumatım yoxdur. Yəni məlumatım var əslində, bilirəm, prosta səhvdə xatırlaya bilərəm, başa düşdünüz. Ona görə demək istəmirəm. Altaylardan bax, məsəl üçün Nuri Paşa bizə kömək eləməyə gəlmişdi axı, hansısa dövrdə, bilmirəm da tam deyil. Məncə o da 1918 zadı idi, səhv eləmirəmsə. 20-də zadda gəlmişdi deyəsən, 19-da mı, 20-də mi nəsə. Axırı o dövrlərdə gəlmişdi. Məsəl üçün, baxın, şey kimi ona da getmək istəyirəm. Allah kahretsin məni. Yəni, girlslar başa düşdü ki, mən nə demək istəyirəm. Boyslar hələ durub baxır ki, ay Allah, bu nə danışır? Yəni, İsmailin qızı da olmaq istəyirəm, İsmailin yoldaşı da olmaq istəyirəm. Of. Bu çox qəribə bir şey oldu. Allah kahretsin. Diğer şeylərə gələndə, məsəl üçün, heç bir bioloqun şeyi olmaq istəməzdim. Karısı falan, qızı falan olmaq istəməzdim. Nə bilim, Allah bəlasını versin. Bu akışkandır. Hələ ki. 2 yemək qaşığı duru yağımızı tökək. Hələ ki. Susun. At this moment she knew she fucked up. Biraz da bunu karıştır. Allah'ım ne olur olsun, ne olur olsun. Allah.
Bu da qarışdır, gözünü seveyim sən. Sütlə olmalıydı ya. Girl. Все, bəsdir də bu qədər. Nə olacaq, olacaq. İki can sığdırdım yüreğime, gözyaşlarım yerine. Duysun dağlar, duysun taşlar, eller yerine. Mən də buraları yığışdırım, tez pişirməyə keçək bir dəqiqə. Dostlar, şey eləməyə çalışıram. Ay, düşmə. Bunlar olmuş. Şey eləməyə çalışıram. Tavamı qızdırıb yağlamağa çalışıram. Çünki pankekdir də. Yağım çox oldu. Bəsdir, biraz bəsdir. Ömrümü yedin, ömrümü. Allah, nə olar? İnşallah hər şey bərbad eləməmişimdir. Susun. Bu yapışdıracaq. Resmen pankek kızartması da yani başa düşüyoruz. Girl. Neyse bu pişirmək uzun sürəcək. Mən indi videoyu dayandırım, sonra elə ikisini birləşdirib şey eləyərəm. Bye bye. Ya da ki birləşdirməm, indidən sağ olun. Olsa nəsə çəkərəm, ataram, olmasa. Yəni bundan sonra nəsə video gəlsə bilin ki, yaxşı olub, gəlməsə bilin ki, sağ olun. Girl, just look at this. Look at this. Very good. And ilk başta biraz yandırdım çünkü qazın zaten kodunu çox vermişdim falan filan. Amma belə yaxşı oldu. Yəni qatıqla eləyəndə də heç bir problem olmur. Sadəcə bizim qatığımız biraz turşumuşdu deyə dadı biraz turşumuş, köhnəlmiş kimi dadı verir. Amma ki qalan hər şey əla bomba. Öpdüm.